Bu salat hazırladığım anda bitdi. O qədər ləzzətli və xırçıltılı olur ki, bunu mütləq sınamalısınız. Hazırlanması isə çox sadədir. Bizə lazım olacaq toyuq filesi, gavalı, pendir, kök. Salatı qat-qat yığırıq. Hər qata zövqə görə duz və mayonez əlavə edirik. Qeyd edim ki, mən kökü bişirməmişəm, çünki belə daha ləzzətli və faydalı olur. Salatı qat-qat yığmaya da bilərsiniz. Elə sadəcə bütün ərzaqları qarışdırıb hazırlamaq olar, amma məncə bu cür daha səliqəli görünür. Və bu salatın dadına dad qatan da elə məhz fanat suxariləridir. Paketin içindən çıxan bu ketçup isə əsl sürpriz oldu. Mən dözməyib elə yerindəcə yoxladım. Dadı möhtəşəm idi. Suxariləri salatın üzərinə bol-bol əlavə edib nuş edirik. Bu qədər asan hazırlanan, çox ləzzətli, doyumlu, xırçıltılı salatımız hazırdır. Siz bu dadın sözün əsl mənasında fanatı olacaqsınız. Videonu indidən yaddaşa verin ki, lazım olanda axtarmayasınız. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.